Şəxsi səyahətləri qorumaq istəyirsən, amma hamıya məsləhət verirsən, amma hamıya öz qərarı deyirsən, fikri deyirsən, necə eləmək lazımdır əslində, amma o həyatı sən özün yaşamırsan, sən necə məsləhət verə bilərsən? Sən dost tanışla oturub durursan, təsəvvür elə, o qədər sən bunlarla mehriban olursan, həmənki səhhətlə pozulur, amma valideynlərdən uzaq durursan, çox vaxtı fikirləşirsən, bunlar sənin səhhəti pozurlar və bunlardan bu həmənki o həti qorumaq lazımdır. Sən özün bil ki, əgər sənə kimsə hər desinəsi deyəndə, sənin hətirə deyir. Bu həmənki uşaq sənin dahilində olan, bu həmənki səhhətlərindir. Kimsə laf desə də hətirə dəyməsin. Anandır, atandır, nəsə desə də hətirə dəyməsin. Heç kim sübut eləməyə ehtiyac yoxdur. Ana, ata, valideynlər həmişə öz yerində olmalıdır. Bunlar səni dünyaya gətirirlər və əslində necə var səni qəbul edirlər. Amma kiməsə öz bildiyi, dediyi sübut eləmək və göstərmək mənəm mən, bu ayrı söhbətdir. Bunu bil ki, adamı qalan ailəsidir.